Rumilərdən belə bir mesaj var. Əslində hal-hazırda nəyin fərqində deyilsən, nəyin fərqinə varmalısan və nəyə yönəlməlisən. Gəl buna baxaq. Hazırki enerjinə baxaq. Hazırda hansı enerjidəsən və bu sənə aiddirsə davam eləyərik. Hazırki enerjinə baxaq. Mən sənə deyim ki, bu videonu izləyən insanların özünün bir bilgisi var. Ya bu insanlar belə deyim də dərs keçirlər kiməsə, ya yönləndirirlər, ya məsləhət verən bir insanlardılar, təlimçidirlər, tutaq ki, belə bir insanlardılar və yaxud da ki, burada 6-cı hissləri güclü bir insan var, bilgə bir insanlar var. Yəni, ola bilsin, bəlkə də sizdə kollega, tarot bilginiz var və yaxud da ki, duru görü və s. hər nə cür bir bilginiz var. Bu bilgi sahibi insanlardır burada və daima yüksəlişə, daima yəni özünü mübarizə aparan bir insanlar var. Burada hamının köməyinə birinci qaçan, hamıya dəstək olan, hamıya kömək olmaq istəyən, amma özünü bəlkə də belə deyim də həyatda çox özündən verib başqasını yüksəldən insanlar var. Yəni vaxtında çox başqalarını yüksəldib özünü yandıran insanlar var. Şamlar bura yığılıbdır, belə deyim də. Bu insanlar var. Hansı ki işığına başqaları yığılır, amma özü yanır. Külə dönür. Başqaları işıqlansın deyə özünü yandıran insanlar var burada. Gəl buna baxaq. Hazırki enerjin necədir? Hazırki enerjinə baxaq. Hansı enerjidəsən hazırda? Qərar aşamasındasan. Hal-hazırda bir məsələ ilə əlaqədar qərar aşamasındasan. Bu qərar daha çox sənin maddiyyatla əlaqədar yoluna təsir eləyir və münasibətlə əlaqədar yoluna, hər ikisinə təsir eləyir. Burada tutaq ki, çıxmalı olduğun işdən çıxmaq aşamasındasan, bitirməli olduğun ilişkidən bitirmək aşamasındasan. Artıq yüksəlmisən, həm həmin iş yerindən, həm həmin münasibətdən. Yüksəlmə enerjisindəsən sən və görürsən ki, qarşındakı insan və yaxud da ki, olduğun yer sənin artıq, belə deyim də, sənin təbəqəndə, sənin səviyyəndə deyil və yüksəlişə doğru gedən bir insan görürəm burada. Nəyə bənzəyir yüksəlişə doğru getmək? Məsələn, tutaq ki, baxırsan ki, yay gəlibdir, yeni paltarlar almalısan, amma dolabını açırsan ki, keçən ildən qalmış, 5 ildən qalmış köhnə paltarlar var və sən bilirsən ki, artıq bunları şkaf doludur, mən yenisini alsam burada yer yoxdur, köhnələrdən demək ki, qurtulmalıyam. Bu dəqiqə həyatının o aşamasındasan. Gəl baxaq, nəyə fokuslanmalısan? Burada çox güclü insanlar var, mən sizə deyim ki, bilgə insanlar var, 6-cı hisslər güclü ola bilər, kimləri isə yönəldə bilərlər, həm işdə, həm həyatda, belə deyim də, başqalarına işıq saçıb özünü yandıran insanlar çoxdur, şamlar var burada, belə deyək. Gəl baxaq, hazırda nəyə yönəlməlisən, nəyə, diqqətini nəyə verməlisən, diqqətini nəyə verməlisən, diqqətini askıda qaldığı bir şeyə verməlisən. Askıda qaldığın nədir? Bax, burada bilirsən nə deyir? Mərhəmətdən sustuğun və yola verdiyin şeylərə diqqət yetirməlisən. Çünki orada gizli bir şey var. Sən mərhəmətindən susub askıda qaldı. Askıda saxladığın bir məsələlər var. Onlara diqqət yetirməlisən. Çünki onlar boşluqdasan. Tutaq ki, mərhəmətindən sustuğun məsələndə burada elə əvvəlki kartları izah eləyir. Məsələn, sən tutaq ki, bir insanla münasibətini bitirmək istəyirsən, ancaq ürəyin ağrıyır ki, mən bitirsəm necə olacaq, amma mən bilirəm bu mənlik deyil, amma mən bitirsəm bu görəsən necə olacaq, yəni nə, amma əslində əksə qarşı tərəf zaten səni boşda görür. Belə bir enerji var, yəni mərhəmətdə sustuğun bir şeylər boş bir şeylərdir və boşuna həyəcan keçirirsən. Nəyə yönəlməlisən? Askıda qalan gizli bir məqam var. Askıda qalan gizli bir məqam var. Nədir askıda qalan məqam? Nədir? Nəyə yönəlməlisən? Nədir səndən gizli olan bir məqam? Sənin əslində səninlə əlaqədar, belə deyim də, hökm verməyin vaxtıdır. Əslində askıda saxladığın bir şeyin hökmünü verməlisən. Bu daha ədalətli olacaq. Özünə görə də, özün üçün də və qarşı tərəf üçün də daha ədalətli bir seçim olacaq. Çünki bitirmə aşamasındasan və bitirməlisən. Sən özün bilirsən nəyi bitirməlisən. Askıda saxlamısan, sabah bitirərəm, birisi gün bitirərəm, 5 aya bitirərəm, 3 aya, qoy görək hələ nə olur, necə olur, axarına buraxmışam dediyin şey əslində bitirməli olduğun bir şeydir və onu bitirməlisən. Tamam, bəs bunu etdikdən sonra həyatına nə gələcək?
Nə gələcək? Bunu etdikdən sonra hər nədirsə siz daha yaxşı bilirsiniz. Nə gələcək həyatına? Həyatına yeni bir münasibət gələ bilər. Yeni bir ilişki gələ bilər. Belə deyim də, həyatına yeni bir dövr gəlir, yeni bir dönəm gəlir. Bir şeyi bitirməlisən, çünki sənin üçün yeni bir dönəm yoldadır. Bu, evliliklə əlaqədar da ola bilər. Tutaq ki, bitirməkdə olduğun askıda saxlamısan, belə deyim də, axarına buraxdığın bir ilişki var, amma əslində onu bitirməlisən ki, həyatına yeni bir insan gəlsin. Axarında buraxdığın bir iş var, hansı ki, zorla gedirsən, bilirsən ki, bura sənlik deyil. Oradan çıxmalısan ki, yeni bir iş imkanı gəlsin sənə. Kartlar, rumilər sənə bunu deyir. Bir şey bitir ki, yeni bir şey gəlsin həyatına. Aldım, qəbul edilməyəz. Ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə